həftənin ilk günüdürsə, o deməkdir ki, həftə içi 5 gün yenə Mikail Güləddinoğlu gələcək. Gələcək ki, 5 gün Mikail'la proqramı ilə sizləri salamlasın, əziz tamaşaçılar. Hər vaxtınız xeyir olsun. Şənbə və bazar günləri fasilə veririk, amma həftə içi 5 gün gəlirik ki, sizlərə gözəl mahnılar təqdim edək qonaqlarımızın sayəsində. Amma canlı ifalarla da maşallahları var. Şah instrumental ansamblı. Hər biriniz xoş gəlmişsiniz, xoş görüşmüşük. Elgün yenə bizlərlə bərabərdir, Cakı. Yəni, ara sıra gəlir, Elgin, qoy həmişə olsun. Qoy həmişə olsun. Amma bugün, indi bilmirəm, o Göyçayımızın Çayaq kəndindən olan Turalımız haradadır? Tural elə Göyçaydadır. Turalı salamlayırıq, eşq olsun deyirəm və Cakı başda olmaq şərti ilə Fərahim var olasınız. Maqa yenə gülür, həmişə olduğu kimi çöhrəndən təbəssüm heç zaman əskik olmasın. Talehin də taleyi elə gətirib ki, bizlərlə bərabərdir hər zaman. Əhməd dayıdakı maşallah var olsun. Bəli, başlayırıq, özü də necə başlayırıq? Artıq anonslardan hər birinizə bəllidir ki, kimlər bugün qonağımız olacaq və onların hər birinin ifası ürəkləri riqqətə gətirən gözəl ifalardır. Mahnıları hər kəsə bəllidir. Dəvət edirəm, öncə bir centilmen olaraq xanım qonağımızı dəvət edəcəm ki, bir ənənəyə çevrilib. Hər həftə o olmasa tamaşaçılar deyir ki, o hardadır, İskəndərli hardadır. Bəli, sevilimiz buradadır yerə. Xoş gəlib, səfa gətirib. Gəl, gəl. Sevil, mənə bilsən nəyə xatırlatdın? Sehirli Xalat filmində o piyanar. Piyanerlərə, qırmızı rəng olsaydı piyanerlərə oxşayardın. Sovet dönəmində var idi də o məktəb vaxtında. Birinci oktabriyat gəlirdi də, hə. Demək, o piyaner dediniz. Mən piyaner tamaşaçıları salamlayıram, hər birinizi salamlayıram. Və piyaner dediniz, o qədər həvəsim vardı ki, mən də o qalıstıqla taxıb, amma o ləğv olunanda artıq biz onu taxa bilmədik. Yəni, biz biraz balacaydı. Mənə də qismət olmadı. Bizə, hə, o qalıstıqı taxma, ona görə indi tam arzıyam da. Hə, ona görə. Xoş gəlmişsən. Çox sağ olun, təşəkkür edirəm. Bəli, bir qonağımız da var ki, gənc olmasına baxmayan ötən dəfə söylədim ki, belə deyək də, onun ətrafı da məndən razılaşar, onu tanıyanlar da məndən razılaşar. Hansı ki, o Saatlı torpağından da, amma təkcə Saatlıda deyil, Saatlı, Sabirabad, Şirvan, eləcə də Azərbaycan digər bölgələrində o hansı ki, toylarda iştirak edib, həmin toy sahibləri də məndən razılaşar ki, həqiqətən şəxsiyyət kimi formalaşmaq başqa məsələdir. Yəni, avazı gözəldir, bu ayrı məsələdir. Amma səhnədə davranış, ifa tərzi mükəmməldir. Odur ki, bugün də elə o mükəmməl dostumu, qardaşımı dəvət etmişəm. Gələcək Bala Sabir də deyirlər, yəni bu cür də təqdimatı var. Amma Kənanımızı hər kəs tanıyır, mən dediyim kimi. Kənan Heydərov, xoş gəlib, səfa gətirib. Gəl, gəl. Bir dənə də əlavə eləyim, bir sözü də əlavə eləyim, daha dolğun şəkildə olsun. Haqsızlığa qətiyyən tab gətirməyib paylaşımlarla yadda qalan Kənan Heydərov. Kənan, xoş gəlmişsən. Çox sağ ol, əziz qardaşım Mikail. Mən salamlayıram bizə baxan bütün tamaşaçılarımızı, bizim xalqımıza gözəl günlər arzu edirəm. Bizim dəyərli qardaşlarımızı, musiqiçilərimizi salamlayıram. Yaxşı ki, sizlər varsınız. Mikail, təşəkkür edirəm. Var ol, əzizim. Bizim qardaşıma təşəkkür edirəm. Bizi dəvət elədiyinizə görə çox sağ olun. Xoş gəlmişsiniz bir daha. Salamlayıram. Hər biriniz xoş gəlmişsiniz. Mən Kənanı təqdim eləyəndə əbəs yerə bu cür təqdim eləmədim. Çünki, belə deyək də, Kənanın bu dəfə, yəni, bura gəlməyində ən ümdə vəsilə olan, bu ayrı məsələdir. Hər kəs bilir mən onunla dostam. Hər kəs bilir ki, münasibətimiz, çox səmimi münasibətimiz var. Yəni, illərə söykənən bizim qardaşlığımız, dostluğumuz var. Yəni, böyük qardaş kimi mən ona çox hörmət edirəm. Bunu hər kəs bilir. Tamaşaçılar da bilir, bu sferada olanlar da bilir. Və belə deyək, sənin bir klipin var. Az sonra biz izləyəcəyik o klipi də. O mahnının tarixçəsi, necə oldu və kimlər sənə dəstək oldu, kimlər sənin yanında oldu, buna toxunacağıq. Amma həmin sənətkarı mən istəyirəm dəvət edeyim ki,
tam məsuliyyətimlə deyirəm. O söz var ya, deyir ki, hər kəsin sevimlisi. Amma baxırsan ki, yəni bu qondarmadır da. Hər kəsin sevimlisi yox. Bu amma həqiqətən bu belədir də. Həqiqətən hər kəsin sevimlisi və mahnıları dildən dilə dolaşan və elə bir şənliyi yoxdur ki, o silsiləli şəkildə o mahnılardan digər müğənnilər də, sənətçi dostlarımız da istifadə etməsin. Bəli, həmin mahnıların şəxsi sahibi buradadır. Xalqımızın çox dəyərli sənətkarı buradadır. Əflatun Qubadov buradadırsa, ekrana hər kəs yaxın əyləşməlidir. Buyursun Əflatun Qubadov. Gözleri
Reklam fasiləsində o qədər gözəl sözlər ünvanladı digər qonaqlarımız Əflatun Qubadov barəsində. Eləcə də həmişə olduğu kimi mən və çox şadam ki, bugün belə deyək də həm reyting baxımından bir aparıcı olaraq aparıcılar reytingi də çox fikirləşirlər ki, verilişin reytingi necə olacaq. İndi deyirəm ki, alternativ digər proqramlarda olan həmkarlarım indi deyirlər ki, bugün bizim reyting istər-istəməz bir balaca axsıyacaq. Niyə? Çünki Əflatun Qubadov Mikailin verilişindədir. Xoş gəlmişsiniz. Çox sağ ol, Mikail. Mənim dostum, qardaşım. Hər kəsi salamlayıram, musiqiçilərimizi, qonaqlarımızı, dəyərli qonaqlarımızdır. Bütün xalqımızı, millətimizi salamlayıram. Bu günləri xeyirli olsun inşallah. Eləcə də olacaq. Artıq bir şən əhval-ruhiyyə ilə başladılar. Günə başlamaq deyəndə ki, indi elə kəslər var ki, şəxsən mənim günüm səhər tezdən saat 7-dən sonra başlayır, amma elələri var 12-dən. Saat 1 tamama sən Ruslar demişə, budilniki quran adamsan, bilirəm. Ötən dəfə Sevil buradadır, bir də görürəm ki, telefonu səslidə qalıb, 1 tamama budilnik. Dedim, hə, indi aydın oldu ki, sən səhər yox, gün orta yuxudan durursan. Bəli, günləri yaxşı başladı, çünki burada Əflatun Qubadov var, Sevil İskəndərli var, mənim çox dəyərli dostum Kənan var ki, Kənan Heydarovun da bir-birindən gözəl ifaları var. İlhamə xanım artıq çaylarımızı gətirib. Mən təklif edirəm ki, bizə baxan tamaşaçılar var. Dünəndən anonslar paylaşılıb. Hər birinizə salamlar var. Kimlərdən salamlar var? Hansı ki, bizim verilişə dəfələrlə, özdə saat fərqimiz var. Deməli, Daşqın dostumuz izləyir bizi Çitadan. 8 saat, 6 saat fərqimiz var. Və Rusiyanın elə bir əyaləti var ki, anaydır deyirlər, anadır deyirlər, anaydır. Tələffüzdə belədir, anadır. Rusiyanın, yəni Moskvanın özündən, Rusiyanın paytaxtının özündən düz həmin anadıra 12 saatlıq təyyarə. Oradan bizi izləyirlər və indi orada axşam saatlarıdır. 8 saat. Dünyanın o başı deyək. Bəli, yəni ondan sonra hasar var da, dünya qutarır, bitir. Oradan bizi Qədəf xanım izləyir və Qədəf xanım salamlayır qonaqlarımızın hər birini və ekranda gördüyünüz Qədəf xanımın bacısıdır ki, bugün Qədəf xanımın bacısının 70 yaşı tamam olur. Həqiqətdir bacısının adı, Həqiqət xanım. Sizləri mən öz adımdan, bacınız Qədəf xanımın adından təbrik edirəm və eləcə də bacı uşaqları bizi izləyirlər və sizləri təbrik edirlər. Tünzalə, Nicat, Milana, Anadır şəhərindən təbriklər, qızı Mətanət və eləcə də qardaşı oğulları Vasif, Nəcəf, Zaur və bütün yerdə qalan qohumları da təbriklərə qoşulurlar. Burada bir ad da var, səhv eləmirəmsə, Xəyalə. Xəyalə də öz adından təbrik edir Həqiqət xanımı və hazırda bizi izləyən Qədəf xanımı salamlayırıq. Qədəf xanım bizə düz dünyanın belə deyək də o başından tamaşa edir. Allah sizləri var eləsin. Eyni zamanda Qəbələdən bizi izləyənlər var. Buradan Qəbələ sakinlərini salamlayıram və bizi Toğrul dostumuz izləyir və Toğrul dostumuzun o gözəl gül balası, çiçək balanın 9 yaşı tamam olur. Bu münasibətlə mən İslam dostumun adından da, öz adımdan da Toğrul gözlərimiz aydın olsun söyləyirəm. O çiçək balanı doğum günü münasibəti ilə təbrik edirəm. Qəbələmizə də qucaq dolusu salamlar olsun. Və ekrana təbii ki, hər kəs yaxın əyləşib. Deyirəm ki, Sevil İskəndərli bugün də repertuarına aid etdiyi bir neçə mahnıları var ki, o mahnılarla təşrif buyurub. Səhnə sənin. Bir mahnı var, çoxdan da oxumuram o mahnı, amma izləyicilər məndən xahiş etdi ki, o mahnını da oxuyum. Ona görə inşallah... Böyük məmnuniyyətlə dinləyək. Buyur əzim, səhnə sənin.
Təşəkkürlər, bizi deyirlər. Bəli, %100 bizi deyirlər tamaşaçılar. Çox Bizim belə deyək, bildiyimiz mahnılardan biridir ki, səni deyirlər. El şənliklərində daha çox səslənir. Mən sənin ifadədə Həm də bu mahnı həqiqətən də mənə o qədər uğur gətirdi. Çox sevildi. Yəni ki, mənim səsimdə dinləməyi sevdilər və çox, necə deyim, belə deyilir, belə bərəkətli mahnı oldu, qəşəng mahnı oldu. Maşallah olsun. Allah hər kəsin ruzusunu yetirsin. Bu mahnı Cənubi Azərbaycanlılardan birinin mahnısıdır. İndi adım bilmirəm. Amma Azərbaycanda çox adam oxudu. Yəni ki, bilirəm, çox da adam. oxudu, belə də oxudu. Amma mənə elə gəlir ki, məndə daha çox sevildi. Əflatun Qubadovun da mahnılarını o qədər adam ifa eləyir ki, bir şey deyim. Ötən dəfə... Bir haşiyə çıxacam sonra. Yox, haşiyə çıxarsan. Adətən indi Əflatun müəllim baxa bilməsə də sonradan belə deyək də qulağına çatdırır, bilir ki, yəni harada mən varamsa orada mahnı səslənirsə və Əflatun Qubadovun adı çəkilmirsə, belə, hətta el şənliklərində belə mikrofonu götürürəm, bilirəm ki, Əflatun Qubadovun mahnısını ifa eləyir, orada da belə təqdimatını eləyirəm, çünki olmaz da. Çünki siz dostluğa sadiq insansınız. Bu ayrı məsələdir. Deməli, efirlərin birində də Novruz Ucarlı, özü Rusiyada yaşayır, ifa elədi və mən dərhal Əflatun Qubadova canlı yayım zamanı zəng elədim. Dedim ki, yəni icazəsini almışsan, dedi yox. Dedim bu haqsızlıq sayılır da ki, yəni sən Əflatun Qubadov repertuarına aid olan bir mahnını ifa eləyirsən, yəni canlı yox ha, yazdırmısan bunu və ifa eləyirsənsə mütləq birinci icazə almaq lazımdır. İkinci də təbii ki, at çəkilməlidir. At çəkilməlidir və eyni zamanda bu haqsızlığa dözməyəndə Kənan Heydərovdur. Kənan, bu yaxınlarda bir paylaşımını gördüm sənin. Mən ekran vasitəsilə Xəyalə xanımı salamlayıram, Xəyalə Qafarzadəni. Ümumiyyətlə, belə deyib, bir nəfər mənə xahiş elədi ki, bəs Rəvanə xanımı salamlayıram, Rəvanə Əmiraslanlını, muğam ifaçısı, yəni çox gözəl də xanəndədir, ipək davazı var. Dedi ki, mən onun mahnısının aranjmanını götürmüşəm və mahnını ifa eləmişəm. Dedim, sən məni verişimi digər adama, dedim, sən məni verişimdə bunu səsləndirə bilməzsən. Ona görə də zəng elə Rəvanə xanıma. Zəng elədi və Rəvanə xanım da imtina elədi. Yəni, dərhal dedi ki, buna mən xərc qoymuşam, xərc çəkmişəm studiyada, ona görə də mən icazə vermirəm. Bununla da qarşılaşan Kənan Heydərov olub ki, Kənan, yazdırmışsan mahnını, aranjman elətdirmişsən, və bir də baxmışsan ki, Xəyalə Qafarzadə, Xəyalə mənim əzizimdir, mən onun xətrini çox istəyirəm, verişimdə dəfələrlə olub. Xəyalə xanım ifasında həmin aranjmanda, daha doğrusu mahnı səslənib. Eləmi? Mikail, mən əvvəla sizə təşəkkür edirəm. Mən verilişinizə dəvət elədiyinizə görə bizə baxan tamaşaçıları bir daha salamlayıram. Mənim üçün bu günləri fəxirdir ki, bizim dəyərli sənətkar, mənim şəxsən həmişə məsləhət aldığım, əmi bildiyim, yəni həqiqətən də o sözə layiq olan Azərbaycanın dəyərli şəxsiyyətli sənətkarı Əflatun Qubadovla bir verilişdəyəm. O xanıma da mən uğurlar arzu edirəm, Allah xeyrin versin. Mən yəni heç istəmərəm ki, hansısa bir xanımın dalıca mən nəsə danışım. Xeyirli olsun, şavand olsun. Allah bizim yaxşı sənətkarlara can sağlığı versin, biz onların yolu ilə gedək. İnşallah hər şey yaxşı olar, uğurlar olsun. Əhsən. Hərdən deyirlər ki, aparıcı mənə sual verdi. Mən də başladım danışmağa, özlərinə belə də bəraət qazandırırlar ki, sonradan qarşı tərəf. Bax, mən də bir aparıcıyam, sualı ünvanladım Kənana. Kənan görün necə səliqəli formada, bir əsl Azərbaycan kişisi olaraq görün cavabı necə oldu. Yəni, həqiqətən bu cür cavab olmalıdır. Ya əgər danışırsansa, hərdən baxırsan bir müğənni çıxır, danışır, üzr istəyirəm, danışır. Sonradan gedir təzədən bir açıqlama verir ki, yox, orada mənə aparıcı qızıqlandırdı, mən də cavab verdim. Yəni, aparıcı desə ki, üzr istəyirəm ifadəmə görə. Yəni, bizdə var da bir el arasında bu söz. Aparıcı desə ki, ged özünü, məsələn, damdan at. Atacaqsan, yox. Yəni, deməlisə, insanın özündən asılıdır o cavabı vermək. Bir kəlmə, dedi ki, mən kişiyəm, qadınla mən istəmərəm ki, hər hansı bir mübahisə eləyim. Dedi, halal xoşum. Bir də ki, mənim o səhifəmdə, məsəl üçün, nəsə sözüm olanda, onsuz da orada paylaşıram, danışıram. Sözün yəsi də kiməsə də çatır. Kimsə indi. Mən istəmərəm ki, kimisə əziyyətinə, yəni
haqsızlıq eləyəm. O şeyi özümə qarşı da görəndə Yox, əslinə danışıram, amma qalsa, indi- burada o Yox, bu da ehtiyac amma bilmirəm ki, reallıq danışım. bu kişi Reallıqda xətt belədir ki, çəkib də necə aranjman. məsələn biri mən İcazə müğənniməm. almayıb bunda. İcazə almır. Yox. Əslində mahnı mənim mahnım deyil. Bilirəm, hep mahnı. Sadəcə olaraq mən o çəkdiyim əziyyətə görə o Yox da videonu aranjman. Yox, çəkmişəm. icazə alıb sən. Mənim aranjmanımla oxumayıb əslində, özü aranjman elətdirib, amma Mahnının adını mən dəyişib. ondan bir, o da cavandır, mən də o sarıdan incimişəm. Yenə də uğurlar arzu edirəm. Kaş elə mənim mahnılarım Allah verib mənə amma siz qismət eləyə, almısınız da, hə? qoy oxusun. Mən də onsuz da özümüzdən böyükləri ya kiminsə Əlbəttə. Əflatun müəllim, oxuyuram. Yox, pulu mən verib dedim almısınız Novruz sən. uzarı, sonra əlaqə saxladıq, danışdıq. Daha sonra çox rastlaşmışsınız da, yəni bu cür hadisələrlə. Yəni reaksiyanız Vallahi, necə olur? Reaksiyam odur ki, məndən icazə alan, kim icazə alırsa, hələ bu günə kimi heç birisinə yox deməmişəm. Bir dənə zəng eləyir, deyirəm bir zəng elə icazə al, sənə xeyir olsun, uğurlar gətirsin. O gün bir xanımdır, zəng eləyib ki, mahnını oxuyub, paylaşıb. Mənə zəng eləyir ki, bəs mahnına icazə, deyirəm də oxumusan. Oxuyandan sonra icazə niyə alırsan ki? Yəni bir zəng elə, icazə al, oxu. Onsuz mən yox deməyəcəm. Mahnı oxunmaq üçündür. Düzdür. Həmin xanımın adı Günel deyildi, Günel Nihat. Vallahi bilmədim. Çünki Günel Nihat dedi ki, Əflatun müəllimin mahnısını ifa eləmişdim. Əflatun müəllimə zəng elədim. Dedi, həqiqətən minnətdaram və hətta onu da söylədi ki, dedi, Əflatun müəllim, indi mən düzdür, xəbər eləyə bilmədim ona. Dedi, Əflatun müəllim gələndə mütləq mənə xəbər elə. Mən böyük bir hədiyyə ilə gəlim, Sağ olsun. üzrxahlıq eləyim. Mənim mahnılarımdan sevilənlər, populyar olanlar, mən heç birisindən heç nə istəməmişəm. Əflatun Yəni, mənə hədiyyə Qubadov verir, elə nə bir bilim, mən elə sənətkardır ki, Elə ucuz şeylərə getmərəm. Yox, qətiyyən onu heç tamaşaçılar da Qoy bilirlər. bir kəlmə mən deyim, üzr istəyirəm. Əflatun Qubadov elə bir sənətkardır ki, onun nə qədər ki böyük sənəti var, o qədər də böyük ürəyi var. Çox həm mədəni insandır, həm çox ürəyi açıq insandır. Bax, mənim elə özümlə də bir-iki dəfə danışanda deyib ki, sevir, hansı mahnımı istəsən götürüb oxuya bilərsən. Bu insanın, sən necə, adam var görürsən ki, o İnsanın içində qurd var, belə loru dildə deyək də. O, insan özünə asılı deyil, o bir xəstəlikdir. Allah şəfa versin belə insanlara. Amma bax, belə insanları, qəlbi şüşə kimi olan insanları Allah qorusun. Belə sənətkarları Allah qorusun. İndi az öncə reklam arası, bax, biz danışırdıq ha. Nə danışdıq, Mikail? Sən də gördüyü danışdın, mən də. Yəni, bu insan məclisə girdi, bu insan hansısa bir el şənliyinə girdi, idarə etdiyi bu heç. Amma girdisə, orada başqa müğənnilər, 5 dənə ondan qabaq müğənni də ifa etsə, Əflatun Qubadov gələndə, yəni ki, bir dənə oturan adam tapmaq olmaz. Mən o gəlişin adını, yox, Əflatun mənim bilir, mən o gəlişin adını nə gəliş qoymuşam, çünki biz tədbirlərdə, eşəliklərdə çox oluruq, şah gəlişdir. Şah gəlişdir. İstəyirdim mən deyəm, ürəyim oxudu mənim, Allaha and olsun. Saatlı Sabirabad sakinlərini salamlayıram. Çox olmuşuq orada, Saatlı torpağı, Sabirabadda, Şirvanda və prodüserim mənə bir klip yolladı, Saatlı Sabirabad. Dedim, nə gözəl, görüntü gözəl, ifa gözəl. İstəyirəm bu haqda danışaq Kənan Heydarovun ifasında və ondan sonra həm klipi izləyək, eyni zamanda sənin ifandan bərabər. Saatlı Sabirabad və Kənan Heydarovdan açıqlama. Mikail müəllim, bu günləri Azərbaycan efirlərində məsəl üçün cavanlara dəstək haqqında danışılanda mən tam məsuliyyətimlə deyə bilərəm ki, yəni əmi buradadır deyə mən o rahat deyə bilmirəm də, danışa bilmirəm. Yəni tam məsuliyyətimlə deyə bilərəm ki, cavanlara məsəl üçün heç bir şey gözləmədən, heç bir şey ummadan həqiqətən yəni dəstək olan əsl bizim o millətin o tarixində o şəxsiyyətli insanlarımız olub, ki, tarixdə qalıblar ha. Bax, o adamların başında gələn adam, yəni ağsaqqallıq, böyülük deyiləcək adam varsa, həqiqətən bizim Əflatun Qubadovdur. Çünki mən bundan arısa bir il qabaq Əflatun əmiyə demişdim ki, yəni mən belə bir mahnı istəyirəm. O da demişdi ki, yaxşı, baş üstə. Bir də mən, yəni bir də getmişəm, görmüşəm ki, yəni mahnı hazırdır. Bu günləri real bir şey danışsaq, yəni düzün danışsaq, hansısa bir mahnıya müəyyən məbləğ lazımdır ki, əlbəttə. Söhbət ondan getmir ha. Amma mən gedib bir dənə o mahnını oxuyub çıxmışam. Bir var mahnını yazdırasan, ora bir maddiyyatın çıxa. Bir də var ki, o mahnı sənə hazır gələ çıxa. O şeyi mənim üçün Əflatun müəllim eləyib. Mən o əminəm ki, Əflatun müəllim o
təkcə mənim üçün yox, ha, kimə eləsə o sidqi ürəkdən, həqiqətən, çünki onun o qədər gözəl insanlığı, böyüklüyü var ki, mən şəxsən təşəkkür edirəm sizə, Əflatun müəllim. Mən üzr istəyirəm, mən öz ailəmin məclisində istəmişəm ki, açılışı orada Əflatun müəllim oxusun. Çünki mən elə bilirəm ki, Azərbaycanda elə bir insan yoxdur ki, istəməsin ki, onun balasının, ailəsinin məclisində o kişi olmasın. Bəli, bax, Bu mən ekran günlər vasitəsilə... əgər Azərbaycan şou biznesində o bizə sırıdıqları, məsəl üçün bəzi şeylər var. Azərbaycan şou biznesində böyük deyiləcək, ağsaqqal deyiləcək, əmi deyiləcək, yəni 3 dənə, 5 dənə insan varsa, onun ilk başda olan insan bizim bu günləri yanımızda. Tam razıyam sənə. Allah ömür versin. Tam razıyam. Allah can sağlığı versin. Mən də bir şey deyim. Buyurun. Kənan çox qanazacaqlı, tərbiyəli, sözün düzün deyən bir oğuldur. Ona görə mənim ondan xoşum gəldi. İlk dəfədən. Allah sizi var eləsin. Xarakter uyğundur da. Uyğundur. Sən həm danışığın bilir, həm yerin bilir, həm duruşuğun bilir, həm oxumağın bilir. Mənə bir gün dedi ki, əmi, istəyirəm ki, biz mahnı yazasan mənə. Mən də fikirləşdim ki, rayonumuza saatlı, dedi, yox. Tək saatlı yox. Mən həm Saatlının, həm Sabirabadın çörəyin yemişəm. İstəyirəm, ikisi bir yerdə olsun. Dedim ki, Kənan, yaxşı da, mahnı da bir günə yaranmır axı. Bir il olar da. Nəsə, mahnı gəldi beynimə. Yazdım, attım aranjmançıya, aranjman düzəldi, hamısı. Bir gün zəng elədim ki, Kənan, haradasan? Dedi ki, evdə. Dedim ki, bir saat neçədə gələ bilərsən, bir çay çək. Dedi, hara? Dedim ki, gəl, Yasamal tərəfdədir, studiya. Dostumuz Ruslan Səmədoğludur, studiyada işləyən. Bir də gördüm, qasa-qasa, tənginəfəs gəldi ki, görəsən nəsə olub da. Gəldi, girdi içəri, dedim ki, keç mahnını oxu. Mahnı hazır, girdi, oxudu, ürəklə də oxudu. Özüm də dedim ki, burasını belə, burasını belə. Sonra dedim, amma mahnını belə çıxartma. Ged, çəkilişlə, görüntü ilə, qoy görsünlər ki, yəni, elin üçün, o bunun üçün sən nəsə elədin. Halal xoşun olsun. Allah sizi var eləsin. Nə eləmişəmsə, sənin hamısı halaldır. Allah sizləri var eləsin. Çox özür istəyirəm. Mən öz doğulub boya başa çatdığım Saatlı Sabirabad cəmaatının adından, bizim elimizin, obamızın adından, mən düşünürəm ki, Əflatun müəllimin mənim üçün bu yazdığı mahnı təkcə mənim olan dəyərdir. O bizim bütün zonamıza olan bir dəyərdir. Əlbəttə ki, o bölgəyə olan... Zonamızın bütün ağsaqqallarının, böyüklərinin, ağbirçələrinin adından təşəkkür eləmək istəyirəm. Azərbaycanın hər qarışı bizimdir. Hər qarışına mən qurbanım. Var olsun bütöv Azərbaycanımız və ekrana yaxın əyləşirik yenə. Kənan Heydarov, Saatlı Sabirabad, Əflatun Qobadov müəllifliyi ilə. Sabirabad, əzəldən çox abad, Saatlı Sabirabad, necə mənə doğmadır, Saatlı Sabirabad, həm gözəldir, həm də şad, Saatlı Sabirabad. Sabirabad, əzəldən çox abad, Saatlı Sabirabad, necə mənə doğmadır, Saatlı Sabirabad, həm gözəldir, həm də şad, Saatlı Sabirabad. Sabirabad, necə mənə doğmadır,
Sabirabad Necə mənə doğmadır Saatlı Sabirabad Həm gözəldir həm də şad Saatlı Sabirabad Necə mənə doğmadır Saatlı Sabirabad Əzəldən çox abad Saatlı Sabirabad Necə mənə doğmadır Saatlı Sabirabad Həm gözəldir həm də şad Saatlı Sabirabad Necə mənə doğmadır Saatlı Sabirabad Əzəldən çox abad Saatlı Sabirabad Necə mənə doğmadır Saatlı Sabirabad Həm gözəldir həm də şad Saatlı Sabirabad Əla, əla. Kənan Heydarov, var ol, avazına qüvvət. Əflatun Qubadov haqqında nə qədər danışsaq da, nə qədər desək o ürəkdən bir məsələni də deyim. Allah hər kəsin ruhusunu getirsin. Mən son vaxtlar çox düşürəm həmin xanımla tədbirlərə, belə deyək, o el şənliklərinə falan və illər öncə də mən həmin xanımı görmüşdüm. Özdə illaki Saatlı Sabirabad bölgəsində daha çox olurdu, Sabirabadda da, Saatlıda da. Söhbət Kəmalə Günəşlidən gedir. Və Kəmalə Günəşli bugün Allah ruhsun bol eləsin. Valla, yəni o qədər arzu edirəm ki, hər kəsin ruhusu bol olsun. Və bugün də Özdə yaxşı məhz qızdır. yox, yaxşı Çox qızdır. yaxşı qızdır. Bir reallıq da var ki, Çini çaydan ki, o mahnı ki var, həmin mahnı ilə həm Kəmalə Günəşli kifayət qədər pul qazanır və mənlə toylara düşəndə belə gəlirlər, məhz o mahnını istəyirlər. Məhz o mahnının da müəllifi Əflatun Qubadovdur. Əflatun Qubadovun bax, ürəyi o ürəkdir ki, bir kəlməsinə, Kəmalənin müraciətinə ki, müraciət edib, bir kəlməsinə deyib ki, halal xoşun, get oxu. Və bugün də istənilir və belə deyək də, yəni tam açıqlamasını deyim də, yəni kifayət qədər də yaxşı da pul qazanır. Əflatun bəy mahnıları da tələbatlıdır, özü də tələbatlıdır. Çünki Əlbəttə. bu insanda səs, elə bir səs var ki, yəni ki, zalı lərziyə gətirir. Kənanın da bayaq bir sözü var, Maşallah. aydındır, keçəcək reklamlara, amma Kənanın bir sözü o qədər mənə həm xoş gəldi, həm də nəyi vurğulamaq istəyirəm. Allah keçən sənətkarlara rəhmət eləsin. Məsələn, mən aparıcı olmamışam həmin vaxt, universitet illərimə falan təsadüf eləyib. Mən Məmməd Bağır Bağırzadə ilə yanaşı olmamışam, yanaşı dayanmamışam. Və bir çox sənətkarlar var ki, belə deyək də, biz onlara yalnız və yalnız YouTube-dan, ekran vasitəsində bir xatirələrdir də, amma biz eyni vaxtda yaşamamışıq, həm nəfəs olmamışıq. Mən çox şadam ki, mən Kənanın adından da bunu deyəcəm, Kənan da bir ayrı formada onu dedi. Nə yaxşı ki, biz Əflatun Qubadov dönəmində yaşayırıq, onunla həm nəfəsik, həqiqətən deyirəm və səninlə də çox razılaşıram. Böyüklük bu cür olar. Ağsaqqallıq bu cür olar, bu sferadan nəzərdə tuturam. Reklamlar. Siz də çox sağ olun, Var olun. əziz qardaş, əziz dost. Reklamlardan dərhal sonra elə dəyərli sənətkarımız Əflatun Qubadovun gözəl bir mahnısı ilə qayıdış edəcəyik. Reklamlar. İstəyirəm o dostlar, atamla oynayım mən. Heyv gülüm şənlənək, atamla oynayım mən. İstəyirəm o dostlar, atamla
maşallah. Deyirəm gün o gün olsun ki, özdə yaxın vaxtlarda Fərahim, kişinin adı necə idi? Elman əmi. Elman əmi salamlayıram, deyirəm elə bu yaxınlarda özdə tezləşdir. Elman əmi ilə Fərahim elə üz-üzə Əflatun Qubadova avazı ilə o mahnını rəqs eləsinlər. Amin. Amin. Bütün subaylara, bax, Maqaya da qismət olsun, Talihə də qismət olsun. Bəli, olmayan, her gün bilirəm, sən ailəlisən, eləmi? Balalara qismət olsun. Bizə də qismət olsun ki, biz də balalarımızla qol qaldıraq, rəqs eləyək. Bəli, biz isə davam edirik bu məqamda. Mən istəyirəm sponsorlarımıza dərin təşəkkürlərimi bildirəm. Sponsorlarımızdan ilk olaraq Yovşan Klinikası haqqında danışmaq istəyirəm ki, Yovşan Klinikası bilirsiniz ki, Cənubumuzun tam mərkəzində, Beləsivar şəhəri, Heydər Əliyev prospekti 333 ünvanda yerləşir və Yovşan Klinikasında müasir tibb avadanlıqlar var. Eyni zamanda həmin müasir tibb avadanlıqlardan yetərincə məlumatda olan peşəkar həkimlərlə Yovşan Klinikası sizin xidmətinizdədir. Yovşan Klinikasının baş həkimi, ümumi terapi Xoşbəxt xanım Ağayevanı ekran vasitəsilə salamlayıram. Xoşbəxt xanım Ağayeva ümumi terapi olduğu üçün orqanizmə baş verən problemləri aradan qaldırmağa malikdir. Odur ki, əlaqə saxlamaq üçün 055-558-0809 nömrəsi aktivdə əlaqə saxlayın. Olmasın dərdazar, amma insanıq, yaşayırıqsa sağlamlığımızın qarşısına qalmalıyıq. Odur ki, mən Mikailin adından zəng edənlərə xüsusi endirimlər olacaq. Digər sponsorumuz 047 avtoservizidir. 047 avtoservizi də Sahil qəsəbəsində yerləşir. Mən Güləhməd dostumuzu salamlayıram. Sahil qəsəbəsinin tam mərkəzində yerləşən 047 avtoservisində yalnız və yalnız brend, mükəmməl brend mühərrik yağlarından istifadə olunur ki, əlaqə saxlamaq üçün 055-995-1046 nömrəsi aktivdir. Saç düzümünə gəldikdə isə Sulduz İmanlıya dərin təşəkkürlərimi bildirmək istəyirəm. Ekran vasitəsilə də salamlayıram Sulduz İmanlı. Sulduz İmanlı da sizin elin obanın bir oğludur. Mən tam əminəm ki, Kənan Heydərov onu mahnısını bundan sonra dəfələrlə salona gedəndə mən şahidi olacağım ki, Sulduz İmanlı dinləyir. Çünki Saatlı torpağının evladıdır və inşallah gələn ayın may ayının 6-sında elə hər birimiz orada olacaq, harada olacaq. Sulduz İmanlının evladının toy məclisində olacaq. Bütün sənət aləmi orada olacaq. Eyni zamanda Əflatun Qubadova ilə efir vasitəsilə də mən söyləmək istəyirəm ki, bunu mən Sulduz İmanlının valideynləri adından və illahki bibisinin adından və rica eləyiblər ki, siz də öz gözəl mahnı töhfələrinizi təqdim edəsiniz. Elə inşallah Ayxan balanın toyunda. Ayxanla atasını oynadacağım. İnşallah. Atamla oynayayım mən. Əlaqə saxlayın Sulduz İmanlı ilə əlaqə saxlamaq üçün 055-210-39-15 nömrəsi aktivdə əlaqə saxlayın. Sulduzun sağışlığı studiya Platin studiyada çox rahat bir ünvanda yerləşir. Azadlıq metro stansiyasının yanında, Tenis Akademiyasının yaxınlığında. Bəli, təşəkkürlərimiz bu qədər. Bütün doğum günü olanları təbrik edirik. Məhz onların şərəfinə səslənir. Bugün Mikail ilə 5 gün proqramında növbəti bir ifa Sevil İskəndərlinin ifası ilə olacaq. Odur ki, səhnəyə yenə Sevili dəvət edirik. Gözəl bir ifa ilə davam. İstəyim budur bir dənə, bircə kəlmə hə de mənə.
Sevilimizdən gözəl bir ifa. Sağ ol. Allah Subaylar, Hə, subaylar bəli, bəli. ailə qursunlar. Kimsə yubanmasın. Bəli, əsas odur ki, qoy elə bütün ataların, anaların işi elə elçi getmək olsun, elçi qarşılamaq Amin, olsun. amin. Hə, gözəl-gözəl günlər olsun. Sonra ata ilə balanın oynamaq olsun, atamla oynayım mən. Qazancların toyda xərcləsinlər. Amin. Ha, nə gözəl arzudur. Gör nə gözəl, Əflatun bəy gör nə gözəl söz dedi. Doğrudan da qazancınız qoy elə toya, büsata xərclənsin. Çox gözəl bir söz dediniz. Allah sizi var etsin, həqiqətən. Bəli, Amin. Allah hər kəsi var Amin. eləsin və görüntülü də yığmışdı bizi Sulduz İmanlı, salamlayır hər birinizi və eyni zamanda yazırlar, deməli bir təbrikimiz var. Sabirabaddandır ya bu təbrikimiz. Sabirabadın Muğan Gəncəli kəndinə salamlar olsun və Sabirabadın Muğan Gəncəli kəndindən Mir sahibin bugün ad günüdür. Və Kənan, bilirəm ki, sən də tanıyırsan. Bəli, tanıyıram. Mən buradan salamlayıram. Muğan Gəncəli kəndini salamlayıram. Mənim üçün çox doğmadır. Muğan Gəncəli Cəngən kəndi. Və orada mənim əziz doğma qardaşım İbrahim və onun ailəsi, Ələkbər əmi, onları mən ürəkdən salamlayıram. İbrahimə toy arzu edirəm. Mir sahib qardaşımızın bugün ad günüdür. Mən də təbrik edirəm buradan. Bugün kimin ad günüdürsə hamısını təbrik edirik. Allah hamısına can sağlığı versin. Və bugün də Elşad Qarayevin, əslində efirdə qeyd eləmişik tortu falanı, bəli, Elşad Qarayevi. Çünki Elşad müəllim 25 tarixində dünyaya gəlib, amma bugünə təyin eləyib. Bugün təmtəraqlı bir doğum günü qeyd olunacaq. Paytaxtımızın məşhur restoranlarının birində Əflatun müəllim də vurğuladı ki, orada olacaq. Dəvət almışıq biz də inşallah. Mən toyduyam, amma çalışacağım ki, qaçıb orada gedə Biraz bilim. toyda olub, toydan çıxmaq biraz bilirəm çətindir. Amma bacardığım qədər tez yekunlaşan kimi gedəcəm. Çünki Elşad Qarayevi həqiqətən çox sevirik, çox istəyirik. Çünki belə həm yumorlu bir insandır, həm belə pozitiv insandır, yaxşı insandır. Gəlməmişdən qabaq əlaqə saxla, çünki ziyafətin aparıcısı mənəm. Bəli, mən aparıcılıq edirəm. O da bilir kimi aparıcı qoymaq lazımdır. O görürsünüz. İşi bilir də. Həmişə müğənnilər daha yaxşı, aparıcılar daha yaxşı bilir də toyu kimlər idarə edir, kim daha yaxşı. Mən elə hansı məşhur insanın gedirəm məclisinə aparıcı səni görürəm. Var olsunlar. Elnarə Abdullayevanın balasının toyunda sən apardın. Bu yaxınlarda bizim gözəl tanınmış jurnalist Tahirənin balasının toyunu sən apardın. Cəmaət bilirdi məclisi kimə vermək qardaşı lazımdır. qızının toyunu mən idarə sizə edirəm. idarə Allah edirəm. hər kəsə toy qismət eləsin. Mənim iki övladımın toyunu Mikail aparıb. Da fisyon. Şərəfdir. Ona görə Şərəfdir. Mikail səni tapmaq olmur da. Yəni cəmaət əl axtarır səni maşallah. Elimizə, Kimin obamıza bəxtinə toylu düşdün satdı. düşdündür də. Kimin Təşəkkürlər, bəxtinə toylu düşdün satdı düşdündür. günlər həmin yaraşır. gün. Niyedir o? Niyə? Dediqoddan uzaq adamdır. Xalqın sevgisini qazanıb ona görə. Bəli, bəli. İnanın, xalqın ruhunda danışır. Onun dilində danışır. Rola girmir. Girmir rola Bəli. da. Yəni o bizdə bir söz var, deyir, bir sifəti var. Ay sağ ol. Bəli. Təşəkkürlər. Sağ ol. Minnətdaram gözəl sözlərə görə. Kənan Eydarov, bilirəm ki, canlı ifalar da olacaq. Amma indi bilmirəm, repertuarına aid etdiyi mahnılardan yenə var. Mən istəyirəm ki, o mahnılardan biri yenə səslənsin. Nəyi? Sevil. Bir dənə denə. Hə, sevil o sevildi ya. Bayaq deyirdim, bir məsələdir, qayıtmıram o məsələyə. Kənan haqqında bir kəlmə deyim. Deyil. Kənana uğurlar arz edirəm. Demək, Təşəkkür Kənanla edirəm, var olun. hansı kənd idi Kənan sənin yadında qalan? Elə mənim doğulduğum kənd, Nərman kəndi. Ay sağ ol. Orada bir açıq havada gözəl bir, möhtəşəm bir toyda olduq. O qədər gözəl mədəni oğlandı ki, müğənni var görsən ki, gedirsən, biz bir günlük qonaqdır da gedirik də. Baxırsan ki, imkan vermir, şərait yaratmır, paxıllığı tutur başqa müğənni oxuyan. Amma bu o qədər gözəl şərait yaratdı, hər şey də gözəl oldu. Çox sağ ol, var ol. Bir də Şəmkirdə, düzdür, tez-tez düşür. Şəmkirdə demək bir toydaydıq, bax Əflatun Qubadov dəstəsi ilə. O toyda təsəvvür edin ki, qəşəng bilirsiniz də, yəni onlar Allah can sağlığı versin xalqımıza, qəşəng, yəni ki, ruzi bərəkətlər, pul xərcləyən insanlardır. Məsələn, oxuyur da, indi görsən ki, məni də çağırır, məsələn, və yaxud məni istəyəndə şərait yaradır oxumağa. Adam olsa deyər ki, pul tökülür, qoy elə özüm oxuyum, onu mən qazanım. Amma Əflatun Qubadov həmən toyda, bütün toyu ancaq məni dəvət elədi, biz bir yerdə ifa etdik ki, qoy, yəni ki, bilsən necə, mən qazanıram, qoy o da qazansın. Kənarda qalmasın. Əlbəttə ki. Bəli, bəli. Çörək qazanmağa gəlmirsən. Yaxşılığı unutmaq olmaz. Ya bunlar nəyə görə deyirəm? Çünki yaxşının, bax görsə neçə illər keçsə də, yaxşını insanlar deyir.
O bir də pisi təbliğ eləməyək, o yaxşılığı təbliğ edək. Bəli, yaxşını təbliğ eləmək lazımdır ki, qoy hər şeydə yaxşı olsun və yaxşı mahnılardan biri səslənəcək. Sevil səslənir, diqqətli ol. Kənan Eydarovun avazı ilə, buyur əzim. De görüm ay Sevil, niye naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm ay Sevil, niye naz edirsən, nazını çox eylə, axı az edirsən. Yarım o belildən gümüş qaş var, yarım o belildən gümüş qaş var. Zalımın qızında dən xoş baxış var, zalımın qızında dən xoş baxış var. Sən mənlə küsməzdin, yəqin bir iş var. Qız mənlə küsməzdin, yəqin bir iş var. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. Askınan başından bağlan çəkiri, askınan başından bağlan çəkiri. Qara tellərinə səpim ətiri, qara tellərinə səpim ətiri. Ölərəm ay Sevil, səndən ötəri. Ölərəm ay Sevil, səndən ötəri. De görüm az Ceyran, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. Yarım o belildən gümüş qaş var, yarım o belildən gümüş qaş var. Zalımın qızında dən xoş baxış var, zalımın qızında dən xoş baxış var. Sən mənlə küsməzdin, yəqin bir iş var. Qız mənlə küsməzdin, yəqin bir iş var. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm az Ceyran, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. De görüm ay Sevil, niyə naz edirsən, nazını çox eylə, axı az edirsən. Əla, əla. Deyirəm, Klip yarandı ha. klipdir. Bu klipə görə də gəlin alqışlayaq Kanal S-də çalışan, hazırda bu pavilyonda olan rejissorları, operator dostlarımızı. Hər dəfəki kimi bugün də deyəcəm, sonra deməsinlər ki, mükayət təşkilatçılığı edir. Operatorun, yox, onu deyim də, operatorun vəzifəsi dayanıb kadrı tutub çəkməkdir. Yəni verilikdən söhbət gedir. Yəni klip çəkilişi başqadır, yəni o film çəkilişi başqadır. Amma bizim operatorlar eyni zamanda rejissorlar da, səs rejissorlarımız da var olsunlar. Operatorlar, rejissorlar belə deyək, verilişə bir film kimi yanaşırlar. Həqiqətən elədir. Yəni mənim proqramıma gələnlərin hər biri deyir ki, o çəkilişlər o qədər gözəl alınır ki, elə bir ki, bir film çəkilir, bir klip çəkilir. Həqiqətən. Onların, məsələn, baxırdıq, Orxan buradaydı və o kameranın da ağırlığı və o filmlərdə falan olur ki, belə aşağı əyilib, aşağıdan bax, belə bu cür çəkməyə. Aşağıdan yuxarın götürmək. Yox, ondan başqa, yəni kamera ilə belə deyə bir improvizələr eləmək. Bu da onların... Kamera ilə diviziyaya.
hərəkət. Divizheniya qədim rus sözü olub. Rus dillisən də sən. Yo, rus dilində də yəni ki... Yo, bir rus dili... Yaxşı, rus dillisənsə, onda rus dilində danışacaqda. Danet deyib mən. Elə bir an bildiyim danet. Bir dənə o daneti bilirsən. Yox, zarafat edirəm. Biraz da azmaz bilirəm. Çox hardan bilirəm, bilmirəm. Yox. Amma çox istəyərəm, rus dilini sevirəm ha. Amma bilmirəm də, tam mükəmməl bilmirəm. Amma çolumu sudan çıxardıram da. Həftənin birinci, üçüncü, beşinci günləri gəlməsən. Davay izləyil. Yaxşı. Davam edirik. Xeyr, reklamlar deyil. Hələ necə, ad günü var. Aha, süngərli mikrofonu verin mənə, zəhmət olmasa. Cakının təbriki var. De. Salamlayıram prinsip qonaqları, başda Əflatun müəllim olmaqla, Sevil xanım, dəyərli qardaşımız Kənan, uğurlar arzulayıram. Ekran qarşısında oturub bizi izləyənlərdə bu günlərim əminin balası, Nazlı səni təbrik edirəm. Qaynımın qızıdır, Allah salamlayır. Allah saxlasın, Allah saxlasın. Hə, qardaşı ilə bərabər. Qardaşım Məhəmməd də salamlayıram buradan. Fərid atası, Kamilə anası, nənəsi Yazgül, Nazım müəllim, hamısı başda olmaqla təbrik edirəm. Əmisi Tural, bacısı BBC Nərmin, hamısını təbrik edirəm. Böyük qız olsun, Allah saxlasın. Amin. Toyuna gələk inşallah. Təşəkkür ederim. İndi deyirəm valideynləri 100%, qardaşının adı necədir? Məhəmməd. Məhəmmədlə bərabər şəkillərini verirlər ki, sonra evdə ruslar demişkən nidrazumeni yaranmasın. Allah bütün balaları sağlasın. Deməli, bizdə indi böyüyəndən sonra da, amma indi uşaqdılar deyə, o iki şəkili gördüm yanaşı ki, evdə ola bilər də paxallıq ki, niyə mənim şəkilim getmədi. Bizdə məsələn deyirəm, Allah bütün balaları sağlasın, olmayanlara qismət. Əgər oğlumun ad günüdürsə, yanvar ayının 7-si, yanvar ayının 7-si təkcə oğluma hədiyyə alınmır. Qızlara da hədiyyə alınır, həmin günü onların da ad günüdür. Sonra məsələn, digərinin ad günüdürsə, üçünün də eyni vaxtda ad günüdür. Yəni, birinə... Üçü də eyni vaxtda şam üflüyür. Yox, yəni üçü də eyni vaxtda və belə deyim, hətta 8 martda belə mən qızlara hədiyyə alanda oğluma da hədiyyə alıram ki, evdə. Ayrı seçkili olmaz. Yox, qırğın düşməsin. İnanırsan ki, mənim nəvələrim deyilər. Eynidir. 7 nəvəm var. Allah saxlasın. Allah saxlasın. Birinin ad günüdürsə, hamısını hədiyyə alınır. 8 mart olmur, nə olur olsun. Dəxli yoxdur. Oğlanlara da alınır. Bəli. Allah saxlasın nəvələrinizi də. Sağ ol. Bizdən efirdə olan çoxdandır Sultan, yox deyirəm, Sultan... Sultan böyük məktəb idi də, birinci gündür. Ona görə gələ bilmədi, böyük sənətkardır. Bəli. Özdə onun... Sultanın maşallah, səsi bal kimi. Həm də yox, hərəkətindən o qədər xoşum gəlir ki... Dəqiq oxuyur. Elə bilirsən ki... Yox, elə bilirsən ki, bir 50 yaşında adamdır. Həqiqətən deyirəm də bir... Bir dənə qəşə ayaqqabılar var və parıltılı qəşəndə ayaqqabı geyinib balaca kişilərə də oturuyor. Lakirovun deyirlər. Lakirovun, hə. Bəli. Salamlayıram, öpürəm. Əmsi onu öpür, bağrına basır. Allah saxlasın. Allah saxlasın deyirik. Onda mahnısı dillər əzbəri oldu da. Baba mənim ürəyim. Bəli, baba mənim ürəyim. Milyonlar baxışlar. Növbəti dəfə mütləq şeydə. Bir tətil vaxtında inşallah. Tətil vaxtında, yay tətili onsuz da yaxınlaşır. Deyirəm, Əflatun Qubadovdan növbəti bir ifa ilə davam eləsək, bu təkcə bizim ürəyimiz olmayacaq. Hər kəsin ürəyincə olacaq. Əflatun Qubadov buyursun, tam mərkəzə. Səndən ayrı qalsam, ölərəm ay ömrüm. Son nəfəsdə olsam, gələrəm ay ömrüm. Səndən ayrı qalsam, ölərəm ay ömrüm. Son nəfəsdə olsam, gələrəm ay ömrüm. Oldum sənə xəstə, nə desən gözüm üstə. Oldum sənə xəstə, nə desən gözüm üstə. Ürəyimi istə, bölərəm ay ömrüm. Ürəyimi istə, bölərəm ay ömrüm. Səndən ayrı qalsam, ölərəm ay ömrüm. Son nəfəsdə olsam,
Valla mən Əflatun ay, Qubadovun Bəh, bəh. bütün mahnılarını bilirəm. Amma bu mahnını birinci Hə. dəfə də eşidirəm. Təzədir, ilk dəfədir. İlk dəfədir. İlk dəfə, xeyirli olsun, Çox bərəkətli gözəl. olsun. Sözləri də özünüzün. Yox, yox, bu mahnı Məhərrəm Astraliya aiddir. Məhərrəmindir. Salamlayıram Məhərrəmi də. Sağ olsun, hə. İlk dəfə idi səslənir efirdə. Bəli, bəli. Çox gözəl. Gözəl, doğrudan Bu gözəl. mahnı da, o belə loru dildə deyəcəm, o deyirləri və rəsmi istəmirəm də danış. Bu mahnı da getdi toylara. Özdə birbaşa toylara ya. Yəni ki, elə bir yolu bu mahnının birbaşa toyadır. Bəli, bəli. Toydan demişkən, bir məsələni də deyim. Sevil dedi ki, Allah elimizə, obamıza çoxlu ruzi bəxş eləsin. Yəni, bütün sakinlərə fərqi yoxdur. İstər Şəmkirdə olanlar, Şirvanda olanlar, hər tərəfdə, Qarabağımızda da, yəni bütün bölgələrdə. Mən nəyin şahidinə çevrilib təəssüf eləmişəm, nəyin şahidi olub fəxr eləmişəm. Bunu müqayisədə deyəcəm. Deməli, hələ mən belə deyək, İncəsənət Universitetini bitirdim, sonra televiziyada işləməyə başladım və televiziyada redaktor kimi fəaliyyət göstərəndə o qonaqlara yalnız ssenari yazıb verirdim, yəni gördüklərimə. Amma onları toylarda görməmişdim, çünki toy idarə eləmirdim. Sonra gəldim, aparıcı olandan sonra, toy sisteminə daxil olandan sonra o qədər təəssüf elədiyim məqamlar oldu və yeganə bir kəsdə mən bir şey gördüm, fəxr elədim. Pulu almağında, pul qazanmağında bir təhəri var. Yəni, bir var şah kimi, bir də var, belə deyəcəm, yəni belə əskitmək çıxmasın, amma bunu deməliyəm də. Bir də var, mən o qədər həsəd elədiyim adamlar var idi ki, gedib toylarda o həsədimin üstündən xətt çəkildi. Ki, yəni, masalara yaxınlaşıb, yəni məcburi yaxınlaşıb, adam necə pul ala bilər, məcburən. Adam necə pencəyini belə eləyər ki, gəl mənim cibimə pul qoy. Bəlkə heç yoxudur. Yox, laf barıdır. Yox, laf barıdır. Yəni, mən deyirəm, o həsədin üstündən xətt çəkin. O da çıxardıb pul verir ki, yanı da çıx get. Belə insanlar görürük. Bir çox ziyafətlər var və ziyafətlərin birində, indi bölgənin adını çəkməyəcəm, bilinirdi ki, məclisdə olanların 99%-nin imkanı çox yaxşıdır. Yəni, istəsən orada, belə de, el aləmin pulunu qazana bilərsən. Amma mən Əflatun Qubadovda gördüm ki, bunu dəfələrlə də, yəni zaten mənim deməyimlə deyilir, toylarında iştirak elədiyin hər kəs bizə, yəni müəyyən bir qismi baxırsa, mənlə razılaşacaqlar ki, mən hələ görmədim ki, salamlaşma bir üsulu var, Əflatun Qubadovun gəlir, masaların yanında bir özünə məxsus şəkildə salamlaşır. Məbləğindən asılı olmayaraq kim pulu uzadırsa ki, Əflatun Qubadov götürsün, Əflatun Qubadov ondan imtina edir və hər dəfə şahid olmuşam, deyir ki, mən bunun üçün gəlməmişəm ora. Yəni, pulu qazanmağında yolu var da. Şəxsiyyəti pulla almaq olmaz. Bəli. Gərək o şəxsiyyəti heç vaxt pula satmayasan. Söz yox, sənətçilər, hamımız sənətçiyik, hamımız pul qazanmağa gedirik. Amma baxır necə də? Onu necə şəxsiyyətli qazanmaq. Sənətçiyə pul xərcləyərlər, hamı da xərcləyir. Musiqiçilər var, gəlir, ürəyi nə istəyir, keçsin, xərcləsin ora, qoysun ora. Bəli. Musiqiçilərə. Yoxsa qapım, onu belə eləyim, bunu olmaz. Və bunu da deyəcəm, Rusiyada o qədər utandım ki, reklamlara keçəcəyindi. O qədər utandım. Böyük həsəd aparırdım axı mən sizə. Bir neçə nəfər var idi, bir 3-4 nəfər. Nə olardı? Yəni, çox pullar var idi. Şeylərin yaşanmağı gözəldir ki, onları tanıyasınız ki. Tanıda da. Yəni, yalandan dəyər axı sənə yaraşmır axı ki, əyilib yerdən pulları yığasan. Yəni, vay eləyib, mən təəssüflə qayıtdım. Mən də olan toyda da gəliblər, elə olublar. Təəssüf edirəm, amma var olsun əsl şəxsiyyət olanlar ki, bugün Əflatun Qubadov var olun və gənc olmasına baxmayaraq
Kənan Heydarov onun qabiliyyəti qanacağı haqqında zaten Əflatun Qubadov açıqlama verdi. Sevillə də mənim dostluğum var. Özdə ta ki 2010-cu ilə dayanan dostluğum Səmimi xanımdır. Bu günə qədər davam edir. Nədirsə üzdə də o. Verilişimiz də davam edir. Amma reklamlardan sonra. Reklamlardan dərhal sonra 5 gün Mikail'la şousu davam edir. Öz təntənəsi ilə, çal-çağırı ilə. Həqiqətən bugün efirimizdə xüsusi bir ab-hava var, xüsusi bir ahəng var. Əflatun Qubadov, Sevil İskəndərli və mənim dəyərli dostum, qardaşım Kənan Heydarov, şah dostlarım, şah instrumental ansamblı və Kanales kollektivi. Hər biri burada məhz sizlər üçün çalışırıq ki, sizin zövqünüzü oxşayaq. Adam gələndə, həqiqətən də o qədər belə uyusun bir veriliş. Bax, qəşəng isti çayımız. Sən yaman rus dilində danışırsan, ha? Mən axırda rus dilini məlim eləyəcəksən. Darıxma da, darıxma. Bəli, davam edirik. İsti çayımız. İsti çayımız var. Düzdür, mənim verilişimdə əlavə suallar falan olmur ki, yəni şəxsi falan. Amma mən müşahidə edirəm də ki, hərdən elə adamlar elə bir şey danışır ki, o məsəl var, deyir adamı gülməyə gəlir. Deməli, bir də baxırsan ki, bir nəfər deyir ki, məsələn, mən həmin bir nəfərə, indi mən bir nəfərlərlə danışıram, həmin bir nəfərə yol göstərmişəm, məktəb olmuşam, oxumağı mən öyrətmişəm. Yəni, son zamanlar rastlaşırıq da. Əflatun müəllim, indi mən sual versəm, deyəcəklər ki, bu da həmin, belə deyək də, aparıcılar sırasına düzüldü. Amma mənə elə gəlir ki, cavab vermək olar bu məsələyə. Çünki illərin... İcazə ver, onu bir muğam parçası ilə cavab verim. Muğam parçası ilə? Muğam parçası ilə cavab verim. Çox maraqlıdır. Əgər mümkünsə. Mümkündür, əlbəttə mümkündür. Başqa heç nə demirəm. Qardaşlar görək. Sağ ol, Ayfer abi. Bizim elde bir adet var ezelden. Bizim elde bir adet var ezelden. Geybet eleyene kişi demezler. Yollan geçen kız geline pis gözle. Dikkat eleyene kişi demezler, kişi demezler. Ürəkləri yandırana yaxana, ürəkləri yandırana yaxana, yetim görür şimşək kimi çaxana, əl tutub səhəri başa qaxana, minnət eləyənə kişi deməzlər, kişi deməzlər. Kişilər seçiliyib yoluna görə, tanınmaz qolunun zoruna görə, zoruna görə. Kiminsə varına, puluna görə, kiminsə varına, puluna görə, hörmət eləyənə kişi deməzlər, kişi deməzlər. Ay aman aman, ay canım, ay aman ay. Sudan gələn sürməli qız, sudan gələn sürməli qız, çox incidir güzəl, səni bana çox incidir güzəl, səni. Elə naz ilə gəlirsən, elə naz ilə gəlirsən, gəlməyəsən gözəl, səni bana gəlməyəsən gözəl, səni. Kuzələyib pey düzərəm, kuzələyib pey düzərəm, eşqillə çöllər gəl, zəvrə bala eşqillə çöllər gəl.
sensiz ben necə dözərəm. Ay bu gələn yaram üzüdür, gözləri ceylan gözüdür. Ay bu gələn yaram üzüdür, bana gözləri ceylan gözüdür. Kuzəni əlindən alım, kuzəni əlindən alım, qolunu boynuna salım, qolunu boynuna salım. Ey gəlsən səni özüm alım, gəlsən səni özüm alım, ay bu gələn yarına südür, gözləri ceylan gözüdür. Ay bu gələn yarına südür, gözləri ceylan gözüdür. Hələ belə cavab verən olmamışdı. Bəli. Mən də hər kəs də cavabını aldı. Hər kəs də cavabını aldı, mənim də ürəyimcə oldu. Sevil, nə işarə eləyirdin, nə deyirdin sən? Mən deyirdim ki, çox gözəl, dəyərli sözləri var həqiqətən. Sözləri, bəli. Çox gözəl, bəli. çox gözəl. Yəni ki, sən sözü anlayan, sözdən başa çıxan insanlar həqiqətən də çox gözəl sözləri var. Mən poeziyanı sevirəm. Ümumiyyətlə belə, yəni gözəl sözlər olanda, gözəl, yəni ki, belə necə deyim, şeirlər olanda mən çox sevirəm də. Bu söz Arzu Əhmədindir. Arzu Əhməd. Arzu Əhməd. Arzu Əhməd, hə. Mənim də qarşıma bu TikTokda çıxmışdı. Mən o yaxşı şeirləri əzbərli öyrənirəm. Bir də Əflatun Qubadov da demək bir dənə bir şey kəşf eləmişəm, nə? Bax, bu sezon oxuduğu mahnıları, bu sezon oxuduğu muğamları, digər sezonda heç birisini eşidə bilmərsən. Ola bilər kimsə istəyəndə ki, məsələn, falan nəsə oxumusan onu, O heç sifarişdən olar. Amma bu insan repertuarın, demək, hər sezon deyək də biz. Mövsüm. Mövsüm, hər mövsüm. Sən bu stilisən deyək, hə? Mövsüm. Hər mövsüm dəyişilir. Mahnılar da dəyişilir, muğamlar da ana haqqında, ata haqqında, qardaş haqqında, toy haqqında, bəy haqqında, hamısında repertuar təzələnir. Yəni ki, bu insan o qədər fitri istedad deyil, yadda saxlayır hər dəfə. Var olsun, bəli. Kənan, de. Sözü dəyərəm indirəm. Bir də görsən, bayaq siz sadaladığınız adamlar var. Onlar nə haqqında qəzəl oxusa da, mən şəxsən dil nəzi kimi mənə çatmır. Nə dəyərdə oxusa. Çünki sözü dəyərəm indirən, o oxuyan adamın özünün altı dolmalıdır o sözün. Haqqın verməlisən. Haqqın verməlisən. Gəldiyin yolla da, elədiyin əməllərlə də, yəni o söz onda dəyərəmdir. Ona görə o sizə... El-oba dilində də deyəcəm. O gün o bizə ona görə ləzzət eləyir. El-oba dilində də bu sözümü də deyəcəm. Gərək sambal olsun. Bəli, samballı şəxs onu təqdim eləyəndə sözündə səksi olur. O melodiyanın da bir rövnəqliyi olur ki, tamaşaçıya, dinləyiciyə çatır. Allah sizləri var eləsin deyirik və Sevil İskəndərini də dəvət edirik. Səhnəyə yenidən gözəl bir ifa ilə davam etmək üçün. Buyur əzim. Herkesten değerli bilip söylemeni sevmedin mi sen? Gör ne boyda sevgi vermişem. Saf eşkimi görmedin mi sen? Ben kısa müddetli sevmedim. Varsa yokluğun çetin mənim. Hayatımda tek sen sevdim. Sen olmasan yok hayat mənim. Şehirlerde satırım ben, unutulmaz etirəm ben. Unutmağın zordur əzizim. Eğer belə edirsənsə, məndən çıxıb gedirsənsə, sənin gözün kördür əzizim. Şehirlerde satırım ben, unutulmaz etirəm ben. Unutmağın zordur əzizim. Eğer belə edirsənsə, məndən çıxıb gedirsənsə, sənin gözün kördür əzizim.
çətin mənəm. Həyatımda tək səni sevdim. Sən olmasan yox həyat mənəm. Şeirlərdə sətirəm mən, unudulmaz ətirəm mən. Unutmağın zordur əzizim. Əgər belə edirsənsə, məndən çıxıb gedirsənsə, sənin gözün kordur əzizim. Şeirlərdə sətirəm mən, unudulmaz ətirəm mən. Unutmağım zordur əzizim. Əgər belə edirsənsə, məndən çıxıb gedirsənsə, sənin gözün kordur əzizim. Şeirlərdə sətirəm mən, unudulmaz ətirəm mən. Unutmağın zordur əzizim. Əgər belə edirsənsə, məndən çıxıb gedirsənsə, sənin gözün kordur əzizim. Teşekkürler. Tamam. Teşekkürler. Allah sevə. Ben istəyirəm ki, Mən istəyirəm ki, bütün Sən nə sevgilər vaxtında dəyərli olsun. Bütün insanlar bir-birinə vaxtında dəyər versin. Fərq etmir bu, yəni qadın kişi sevgisi olsun, ana evlad sevgisi olsun, Dost evlad sevgisi bala olsun. sevgisi olsun. Yəni ki, dünyamız qısadır, biz hər birimiz burada qonağıq. ömrümüz Yəni, kısadır. Ömür Anlamak olarak Rus dilli sen de biraz dramatik danışırdın. Ömrümüz çox qısadır da, yəni ki, ona görə bir-birimizin dəyərini bilək. Əgər küsülüsünüzsə bizi izləyənlər, gedin barışın, əyərlərim, yəni ki, sevginizi etiraf edin, valideynlərinizin qədrini bilin. Çünki sabah olmaya bilər. Sabah Bəli. kimsə olmaya bilər. Yəni bu günləri burada əyləşənlərin hansısa sabah olmaya bilər. Ona görə də Sığortalı bir-birimizin değil. qədrini bilək. Hayat sığortalı Bəli, değil. bəli. Bizim verilişsə, belə də istəmirəm o qəmgin notlara falan toxunaq. Yəni bir şeir də var idi. İnşallah gələn dəfə Bir də söyləyərik. şeirdir də, nə olur, bir dənə şeirdir də. Deyərik. Amma mən istəyirəm ki, vaxtımız nə qədərdir? Varmı vaxtımız canlı ifaya? Eləmi? Yaxşı. Mən vəd verərək reklamlara ayrılacağam ki, reklamlardan dərhal sonra təklif edirəm ki, Əflatun Qubadov və Kənan Heydarovun birgə yenə bir ifaları eşidilsin. Reklam fasiləsində dostlarımız söyləyirdilər, bu da reallıqdır, həqiqətən reallıqdır ki, sənin ki o mahnın ki var, İnşallah, zaten səni toylarda çox görürlər, zaten çox sevirlər. Amma bundan sonra Saatlı, Sabirabad, o bölgələr ki var, mən çünki orada olduğuma görə var olsunlar. Yəni hər bir, belə deyə də olmuşam, kəndlərində də olmuşam, Sabirabadın da, Saatlının da, bir salamlayıram ekran vasitəsilə. Bundan sonra mən təsəvvür edirəm ki, o mahnı neçə dəfə səslənəcək sənin ifanda, hər el şənliyində. Buna görə də təşəkkürlər Əflatun Qubadova. Allah sizləri var eləsin, böyüklükdən heç zaman əsküyü olmayın. Demişəm, deyəcəm də, fəxr edirəm ki, şəxsən, mən öz adıma deyirəm, fəxr edirəm ki, mənim Əflatun Qubadov kimi şah dostum var. Bəli, reklamlardan sonra görüşürük. Reklamlar. Reklamlar vaxtı, deyirəm, məsuliyyət böyük şeydir də. Səslənməyə falan Fərahim getmişdi ki, çünki canlı ifa olacaq. Kim komaya düşüb? Bəli, canlı efirdəyik. Komaya düşüb. Rus dilindədir, yaxşı. Zəng gəlmişdi ki. Yox, bildim. Mən təşəkkürümü bildirirəm. Qonaqlarımızın hər birinə, başda Əflatun Qubadov olmaq şərti ilə var olun. Dəvətimizi qəbul edirsiniz. Hər dəfə, belə deyək də, sevə-sevə biz sizi dəvət edirik. Çünki sizə tələbat, mahnılarınıza tələbat çox böyükdür. Mən bunu tam ürəklə söyləyirəm və mənim yerimdə olmağı arzu eləyən ki, yəni onun verilişində, həmin aparıcının verilişində Əflatun Qubadov tez-tez olsun. Çox aparıcılar var. Allah sizləri var eləsin. Sevil, təşəkkürlər gəldiyin üçün. Bir ənənəyə çevrilib, hər həftə Sevil İskəndərli var ol, gözüm üstə yerim var. Çox sağ olun, mənim dəyərli dostum, var ol. Həmişə, bax, belə seviləsən xalq tərəfindən, verilişində elə özündə. Təşəkkürlər. Və çox sağ ol ki, belə gözəl insanlarla dəvət etmişsən. Var ol, əzizim. Kənan, çox sağ ol, əzizim. Siz var sağ ol. olun, Mikail, mən də öz növbəmdə sizə təşəkkür edirəm. Sizin kanala təşəkkür edirəm. Burada kim çalışırsa, əziyyət çəkənlərin hamısına mən təşəkkürümü bildirirəm. Bizim əziz qardaşlarımıza
təşəkkür edirəm. Fərahim, mənim yerlim qardaşım, Cahangir qardaşım və bütün bu musiqiçi qardaşlarımız var olsunlar. Mən bir daha Sevil xanıma təşəkkür edirəm. Xoş oldu mənim üçün. Əflatun Qubadov, sizə təşəkkür edirəm. Allah ömür versin. Təşəkkürlər. Sizin o nə xoş sözlər varsa hamısına mən də qoşulan bir daha təşəkkür edirəm hər şeyə görə. Yaxşı ki, bu günləri bu aləmdə belə kişilər var. Bəli. Əflatun müəllim, çox sağ olun bir daha. Sağ ol, qoy bir şey deyim. Buyurun. Deyirəm ki, heç kimdə qoyub sənət aləmində paxıllıq olmasın, qısqanclıq olmasın. İnsan üç şey qarşısında acizdir. İnsan. Bir paxıllıqdır, bir qısqanclıqdır, bir də məhəbbətdir. İnsan bunlara cavab verə bilmir də. Qoy heç kimdə o paxıllıqdır, qısqanclıqdır olmasın, məhəbbət olsun. Qoy məhəbbətli olsunlar. Bir də Kənan qardaşım olsun, Sevil xanım olsun, var olsunlar, siz də sağ olun. Bugün gözəl oldu. Kənan, yəni sən bilirsən ki, mənim övladımın ikisində toyun Sabir Əliyev oxuyub. Ruhu şad olsun. Amin. Əgər yaşasaydı, üçüncünü də oxuya bilərdi. Kənan da səsində o çələng var. Var. Var, hə. Ona görə mən onu çox istəyirəm. Allah sizi var eləsin. Allah bizim böyük ustada rəhmət eləsin. Allah rəhmət eləsin. Onun xətrini mən çox istəyirəm. Mən Sabir Əliyevdən toyxananı öyrənmişəm. Teymur Əmidən öyrənmişəm. Yusuf Mustafayevdən öyrənmişəm. Ağadadaşdı, Qədirdir. Mən bunlara baxıb, yəni mən uşaq olmuşam da o vaxt. Bunlardan toyxananı öyrənmişəm və özüm də çalışıram ki, nəsə yaradım ki, qalsın. Yaxşı, bir şey də deyəcəm, canlı ifa ilə davam edəcəyik. Əflatun Qubadov bu sualıma da cavab verəcək. Mikail Güləddin oğlu toy sistemini kimdən öyrəndi? Əflatundan. Bəli. Təşəkkürlər. Bəli, canlı ifa ilə da. Bir söz deyim sonra. Bəli. Demək bir dəfə bu şeirlər öyrənir, yazır, atır mənə ki, bu nədir, bu nədir? Dedim ki, hay Mikail, sən toya gedirsən, ayrılıqdan şeirini inirsən. Bir də görürsən ki, bəy gəlir, oxuyanlar var. Başlayır, zəmixarız, ağlaşma üstündə, ay bəy. Deyirəm, bu niyə bilir? Bu bəy gəlib də. Gül, şənlə, oyna. Bəli. Elə müğənnilər var, baxırsan ki, ağlaşma oxuyur. Bu yaxınlar bir şey dedim, yəni rus dilini öyrəndim, falan deyirəm. Deməli, canlı ifa ilə davam edirik, vaxtımız azdır. Mən saxladım müğənnini ki, xanım müğənni idi. Yoxsa mən olsaydı lap belə kobud cavab verərdim də. Bəygərin tort kəsir. Nə yoxsa yaxşıdır. Bəlalım mənim, bu gönlümə. Birdən əhvalat deyim. Sən bəlalın niyə olmalıdır? Bir günləri bir toyda, qısa deyim, bir günlər bir toyda demək, bəy anası gəldi ki, türk mahnısı bir şey oxuyun, bəy gəlin gələndə oynasın. Nəsə birdən müğənni başladı oxumağa, qara xəbər tez duyulur. Belə deyəndə birdən arvaddı, biraz bir rayon qadını idi, öpürəm hər birisini, bütün bizə izləyən rayondan, kəndlərdən. Demək, gəldi. Var ki, toyun açılışında ayrılıq oxuyur, fikrin ayrılıq. Yəni, görmək lazım. Bəli, o sənətçi ki, səhnəni görür, polya deyirlər də, onu görürsə, o oxuyana zaval yoxdur. Buyurun, canlı ifa ilə davam. Sənətkar olub, gedib toylarda oxumalısan. Sənətkar olub, gedib oxumalısan. Bəli, olub getməlisən. Olub getməlisən. Bəli. Buyurun. Səhər bağa girdim, səhər bağa girdim. Nə bağ bildi, nə də bağ var, nə bağ bildi, nə də bağ var. El uzadıb bir gül dərdim, el uzadıb bir gül dərdim. Nə bağ bildi, nə də bağ var, nə bağ bildi, nə də bağ var.
mənə Musa verdin, yarım mənə Musa verdin. Nə bağ bildin, nə bağ bildin, nə də bağ, nə bağ bildin, nə də bağ, nə bağ bildin, nə də bağ. Bağın bərəsindən açdım, bağın bərəsindən açdım. Süsən sümbülə dolaşdım, süsən sümbülə dolaşdım. Oynadım, güldüm, danışdım, oynadım, güldüm, danışdım. Nə bağ bildi, nə də bağ, nə bağ bildi, nə də bağ, nə bağ bildi, nə də bağ. Dünya nəşrinsən sənin dadını. Hey dünya nəşrinsən sənin dadını. Bilməyən də yazıq, bilən də yazıq, bilən də yazıq. Razı bırakmırsan bir evladını. Razı bırakmırsam bir evladını. Ölen de yazık, ölen de yazık, ölen de yazık. O belə bəzəyib zülfününlə leyləyirsən. Bəzəyib zülfünü yönlə leyləyirsən. Belə nazlı bir qız kimi əl eyləyirsən. Bana açırsan qoynunu gəl eyləyirsən. Ey açırsan qoynunu gəl eyləyirsən. Gəlməyən də yazı yox, gələn də yazı bay, ay bay, ay bay, ay aman Ey kimisinin deryada gezir gemisi, kimisinin bitirmeyip zemisi. Ağlayır kimisi, gülür kimisi, ağlayan da yazık, gülen de yazık, gülen de yazık, gülen de yazık. Ceylan amandı ceylan, halım yaman ceylan. Üsküvede vermişti çay amandı ceylan. Ceylan, 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 ceylan amandı, amandı ceylan. Halım yamandı, yamandı ceylan. Hey buradan uzak Gəncəli, tellər pəncə pəncəli. Ölüm Allah şiidir, ayrılıq işgəncəli. Buradan uzak Gəncədir, teller pəncə pəncədir. Benim Allah işidir, ayrılık işkəncedir. Ceylan